Baxşı, siz deyirdiniz ha, bu məhsullardan istifadə edirsiniz özünüz. Bəli, bax bugünkü videoda sizlərə göstərirəm. Satdığım məhsulların hamısından özümüz istifadə edirik. Yaxınlaşın göstərim. Bax, buğlu kişi adlanan qaymaqlı pendir, özüm bunun dadından doymuram. Hər kəsin tanıdığı qaymaq, 200 qramlıq, 100 qramlıq şakelli yağı, bunun dadı da dəhşət möhtəşəmdir. Bu da ki bizim sevimli motal pendirimiz. Bir dənə də dayının o yediyi motal pendirində biz də dadına baxaq. Əslində dadına baxmışıq. Bugün gətirdik ki, siz də şahid olun ki, biz də yeyirik. Bax, bunun dadına baxın. Dayı dedi biraz kəmşirindi, amma kəmşirin deyil. Həqiqətən də duzlu zadda qəşəkdir. Səhər-səhərdəki möhtəşəmdir də, çox dadlıdır. Adam elə istəyir ki, otursun ancaq səhər yeməyi yesin. Bu qədər. Hamısını yedik, dadına baxdıq, istifadə elədik. Yəni satmaq məqsədindən demirəm də. Yəni Allah şahid olsun ki, bax bunun dadından, bu buğlu kişinin dadından mən doymuram. Motal pendiri də ki çox qəşəngdir. Sadəcə tövsiyə edirəm. Bir dənə isti çörəklə yeyin. O da əladır. Bu şakellinin çiynək yağı var ha. Bu da ki o vaxtın deyirlər ki, dədə-baba yağları var idi kənddə. Bax həmin dadı verir, ondan da qəşəngdir. Mən yağ yeyən deyildim. Bunun bu günlərin dadına baxdım sizə görə. Çox qəşəngdir.